Bizə şərtdə belə bir bərabərlik verilib və bu bərabərlikdən A üstəgəl B cəmini tapmağımızı istəyir. Bu tip misallarda, xüsusən də cavab sıfıra bərabərdirsə, cəmin kvadratı şəklində ifadələr ala bilərik. Məsələn, x üstəgəl y-in kvadratı, üstəgəl ayrı bir cəmin, məsələn, m üstəgəl n-in kvadratı bərabər 0 şəklində tutaq ki, bir cəm alacağıq, 2 cəm və kvadratların cavabları hər zaman müsbətdir deyə, nə zaman deyəcəyik ki, müsbət ədədlərin cəmi 0-dır? Əlbəttə ki, hər biri 0-a bərabər olduqda. Ona görə də deməli, biz burada iki ədədin kvadratını ayırmalıyıq. Ona görə qruplaşdırma edəcəyik. Gəlin əvvəlcə A-lara baxaq. 2A kvadratı çıx 2A bir yerə yığsaq. B-ləri yanaşı yazsaq. 8B kvadratı üstəgəl 4B üstəgəl 1 bərabər 0. İndi əlbəttə ki, 2 heç bir ədədin kvadratı deyil. 2 bizə bu kvadrat A kvadratının yanında mane olduğu üçün 2-ni mötərizə xaricinə çıxardırıq. A kvadratı çıx A. Və burada həmçinin 8 də bizə mane olur. Çünki 8 heç bir ədədin kvadratı deyil. 8 də mötərizə xaricinə çıxırıq. 8-i nəyə vursaq, 8-i mötərizə xaricinə çıxartırıq biz burada. Bu 8, 4, 8 vur 2-də 1-dir. Biz 8-ləri mötərizə xaricinə çıxardan zaman B kvadratı plus 2-də 1B, üstəgəl 2-də 1B, üstəgəl 1 bərabər 0 alarıq. İndi gəlin, mötərizələrin içərisindəki ifadələrimizə baxaq. A kvadratı çıx A-nın 250-nin kvadratı olması üçün bu A-nın kvadratıdır. Burada birinci, ikinci hadisənin 2 mislidir. Bu 2 misli 2 vur 2-də 1-dir. Burada 1 A-dır. Biri biz 2 vur 2-də 1 yazsaq, onda İkinci ifadəmiz 2-də 1-dir və burada da 2-də 1-in kvadratı 4-də 1 olmalıdır. Deməli, A kvadratı çıx A-nın düstur olması üçün 4-də 1-i çatmır. O zaman mən 4-də 1 əlavə eləyirəm. Bu olur 2 ədədinin kvadratı və 4-də 1 də çıxıram. Eyni qayda ilə B kvadratı üstəgəl 2-də 1 B-nin də düstur olması üçün baxıram görək nə çatmır. Bu 2 vurulsun, 2-də 1-in yerinə biz 2 misli ayırmalıyıq. 2 vur 4-də 1 yazsaq, 4-də 1-i çatmır. Ona görə də biz 4-də 1-in kvadratı 16-da 1 əlavə eləməliyik. Və əlavə etdiyimizdə çıxırıq ki, cavabda bir dəyişiklik olmasın. Üstəgəl 1 bərabər 0. Buradan alırıq ki, 2 vurulsun. Bu A çıx 2-də 1-in kvadratıdır. Çıx 4-də 1. Üstəgəl 8 vur. Bu B plus 4-də 1-in mötərizə kvadratıdır. Çıx 16-da 1. Üstəgəl 1 bərabər 0. İndi artıq bizim istədiyimiz kvadratlar burada yaranıb. Bu A çıx 2-ni mötərizənin içərisinə vursaq, 2 vurulsun. A çıx 2-də 1-in mötərizə kvadratı. Çıx 2-ni 4-də 1-ə vursaq, 2-də 1. Üstəgəl 8 vurulsun. 8-i mötərizənin içərisinə vursaq, 8 vur B plus 4-də 1-in kvadratı. Çıx 8 vurulsun. 16-da 1. 2-də 1. Üstəgəl 1 bərabər 0. Burada bizim 2-də 1-lərimiz -2-də 1, -2-də 1 1 eləyir. Üstəgəl 1, o da 1-lər islah gedir. Qalır 2 vur A çıx 2-də 1-in kvadratı. Üstəgəl 8 vur B plus 4-də 1-in kvadratı bərabər 0. Bu da müsbət ifadədir. Kvadratın cavabı hər zaman müsbətdir axı. Bu da müsbətdir. Ona görə də 2-ni müsbət ədədə vurub, üstəgəl 8-i müsbət ədədə vurub cəmləsək, heç vaxt cavab 0 ola bilməz. Bu yalnız o halda mümkün ola bilər ki, bizim kvadratlarımızın hər biri 0-a bərabər olsun. Yəni, A çıx 2-də 1 də 0-a bərabərdir. B üstəgəl 4-də 1 də 0-a bərabərdir. A bərabər 2-də 1, B bərabər -4-də 1. A üstəgəl B cəmini istəyirdi bizdən şərtdə. 2-də 1-in üstünə -4-də 1 gəlsək, bu da eləyəcək 2-də 1 çıx 4-də 1 olacaq 4-də 1. Cavabımız oldu 4-də 1.